Dövlət Miqrasiya Xidmətinə etdiyim müraciətin icra mərhələlərini elektron qaydada necə öyrənə bilərəm? Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyiniz müraciətin icra vəziyyəti ilə tanış olmaq üçün Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi elektron xidmətindən istifadə edə bilərsiniz. Bu xidmət vasitəsilə günün istənilən vaxtında operativ və rahat şəkildə müraciətinizin icra mərhələsini izləyə, müraciətinizin nəticəsi barədə məlumatla tanış ola bilərsiniz. Xidmətdən istifadə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elektron xidmətlər bölməsinə, daha sonra miqrasiya sahəsində informativ xidmətlər alt bölməsinə keçid edərək Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi elektron xidmətini seçməlisiniz. Açılan pəncərədə vətəndaşlığınızı, doğum tarixinizi, sərhədkeçmə sənədinizin nömrəsini və məxfi kodu müvafiq hallara əlavə etməklə axtar düyməsini sıxmalısınız. Bundan sonra Dövlət Miqrasiya Xidmətinə göndərdiyiniz müraciətin cari statusu, habelə müraciətinizin nəticəsi barədə məlumatı real vaxt rejimində istifadəçi pəncərəsində sizə təqdim olunacaqdır.